Bayram günləri süfrələr zəngin olur. Amma bu zənginlik, bolluq bəzən sağlam qidalanma qaydalarının pozulmasına səbəb olur. Mütəxəssislər bildirirlər ki, burada əsas məqam təkcə miqdar deyil, həm də tarazlıqdır. Diyetoloq Reyhan Mustafayevanın sözlərinə görə, insanlar bayramda elə qidalanmalıdırlar ki, sonradan həzm sistemi ilə bağlı problemlərlə üzləşməsinlər. Bayrama hazırlaşanda bütün günü ac qalıb, axşam bütün ailə üzvlərinin toplanmasını gözləyib, axşam daha çox yeyirik və gün ərzində qidalanmırıq və bu ən önəmli yanlış səhvlərdən biridir. Bayram günü səhəri açdığımızda sözsüz ki, səhər yeməyi yeyib, lifli ərzaqlar, tərəvəzlər və yumurta, digər süd məhsulları, tərəvəzlərlə qidamızı başlamalıyıq. Günorta yaxşı olar ki, qırmızı ətə günorta üstünlük verək və axşam ərzaqlarında sözsüz ki, süfrəmiz ət xörəkləri ilə də zəngin olacaq. Buna görə də ağ ətə daha çox üstünlük versək daha yaxşı olar. Yəni balıq əti, toyuq əti və bol tərəvəzlərə üstünlük versək yaxşı olar. Reyhan Mustafayeva deyir ki, ət xörəklərinin hazırlanmasında yağda qızardılmış üsuldan istifadə etmək məqsədə uyğun deyil. Sobada bişirilməsi daha sağlamdır. Ət məhsulları ilə yanaşı bol tərəvəzli salatlara üstünlük vermək lazımdır. Adətən salatlar mayonezdən hazırlanır. Mayonez də həzmə çətin gedir. Və buna görə daha yaxşı olar ki, tərəvəzli ərzaqları zeytun yağı ilə, limon, sirkə ilə qarışıq sozlardan hazırlayaq və həm dadlı olacaq, həm də daha yaxşı həzm olunacaq mayonezli salatlara nisbətən. Şirin içkilər və qazlı içkiləri tam məhdudlaşdırmaq lazımdır. Çünki bu cür şirin içkilər həzmdə pozğunluq verir, həzm sistemi yaxşı getmir.